Hər birinizi salamlayıram. Bu dəfə bizim podkast biraz fərqli ampulada çəkiləcək. Hər dəfə sual verən tərəf mən oluram, cavablandıran qarşımdakı həmsöhbətim olur. Amma bu dəfə tam fərqli olacaq. Qarşımda bizim tələbə qızımız əyləşib. Fatma xanımdır. O pedaqoji universitetdə təhsil alır. Bu dəfə onların, tələbələrin bizə ünvanladıqları suallar var və mən o sualları cavablandıracağam. Bu dəfə aparıcı qismində Fatma xanım olacaq, cavablandıran tərəf isə mən olacağam. Düşünürəm ki, biraz fərqlilik olsa hər birimiz üçün maraqlı olar. Salam Fatma xanım, xoş gəlmisiniz. Xoş olar tələbələr adından, yəni sualları bizə yönləndirməyiniz. Düşünürəm ki, söhbətimiz maraqlı alınacaq bu gün. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Bizim tələbələr adından sizə bir neçə tənqid təfəkkürünə aid suallarımız olacaq. İlk sualdan başlayım. Tənqidi təfəkkür siz necə izah edə bilərsiniz? Tənqidi təfəkkür nədir? Hər eşitdiyimiz, dinlədiyimiz informasiyanı düşünərək, anlayaraq, analiz edərək qəbul etməyimizdir. Qısaca belə deyim, körtəbii şəkildə deyil, anlayaraq qəbul etməyimizdir. Bu zaman emosiyalara deyil, faktlara əsaslanaraq nəyin düz, nəyin səhv olduğunu araşdıraraq hansı yanaşmanın düzgün olmağını seçməyimizdir. Bəli. Sizcə tənqidi düşüncə doğuşdan gəlir yoxsa sonradan yaranır? Tənqidi düşüncə çox geniş bir mövzudur. Ümumiyyətlə tənqidi düşüncənin inkişaf eləməyi üçün bu doğuşdan yaranan bir məfhum deyil. Tənqidi təfəkkür uşağın böyüdüyü ailədən, uşağın əgər mən övladıma sual vermirəmsə, mənim uşağım sual necə verilir bilmir. Dünyanı kəşf etməyi bilmir. Yəni burada ailənin çox böyük rolu var. Sonradan qazanılan biliklərdən çox nüanslar asılıdır. Əgər bir ana övladına sual yönləndirmirsə, övladını kəşf edərək dünyanı öyrətmirsə, burada hansı tənqidi təfəkkürdən söhbət gedə bilər? Bəli. Bir uşağın ailəsi başqa qaydalar öyrədibsə, sinif qaydaları ilə ziddiyyət yaranarsa, bu zaman nə edilməlidir və tənqidi düşüncəyə necə təsir edir? Tənqidi düşüncəyə əslində qarşılıq biz məktəbə qədər təhsil üzərindən danışırıqsa, əslində fərqli düşüncələr olarsa bu uşağı çaşdırmağa gətirib çıxarır və bu zaman qarşılıqlı söhbət apararaq, əgər ailə öz fikirlərindən keçmirsə, biz bu zaman ailənin fikirlərinə hörmətlə yanaşmalıyıq. Çünki biz ailəyə deyə bilmərik ki, siz səhv düşünürsünüz. Çünki hər bir insanın həyata baxışı var, hər bir insanın doğruları var və biz heç bir insana deyə bilmərik ki, sən düzgün düşünmürsən, bu düzgün bir fikir deyil. Biz qarşımızdakı valideyni hörmət edərək sadəcə öz belə deyim də suna bilərik. Bu versiyalar var. Əgər ailə bizi dinləmirsə, bu zaman burada əziyyət çəkən uşaqdır. Bizim də ilk öncəliyimiz uşaq olduğu üçün çalışmalıyıq empati qurmağa və qarşılıqlı bir-birini anlamağa. Əgər qarşılıqlı anlaşılma yoxdursa, valideynlə tədris mərkəzi və yaxud bağça arasında, bu zaman əziyyət çəkən uşaq olur. Bu davranış pozuntusuna gətirib çıxarır. Davranış pozuntusu da uşağın psixologiyasına mənfi təsir göstərir. Gəlin belə baxaq Fatma xanım. Baxın, ailə uşağın fikirlərini hörmət etmir. Onu dinləmir. Burada ümumiyyətlə hansısa bir tənqidi təfəkkürdən söhbət gedə bilməz. Çünki uşaqda bu bacarıqlar inkişaf eləməyib və uşağın fikirlərini hörmət edən, uşağı şəxsiyyət kimi görən bir mərkəz. Sizcə bu zaman nə baş verə bilər? Bu zaman uşaq çaşqınlıqda qalacaq. Biz bacardığımız qədər bu zaman anlamağa çalışmalıyıq ki, zaten ailə dəyişməyəcək. Onda uşağa təsir etməsin deyənə müxtəlif metodlardan istifadə edə bilərik. Tənqidi təfəkkür hansı uşaqlarda inkişaf eləyir? Hansı ailə ki, uşağı ilə bir yerdə böyüyür? Hansı ailə ki, uşağını tanıyır? Hansı ailə ki, uşağını uşaq gözü ilə deyil, onun fikirlərini hörmət edir, anlayırsa, tənqidi təfəkkür o uşaqlarda inkişaf edə bilər. Bəli, çox sağ olun. Sizcə müasir texnologiyalar, cizgi filmlər, telefon oyunları, YouTube və s. uşağın analitik düşünmə qabiliyyətinə daha çox müsbət yoxsa mənfi təsir göstərir? Fatma xanım, burada həm müsbət tərəflərdən danışa bilərik, həm mənfi tərəflərdən. Baxır orada kim necə istifadə edirsə. Texnologiyanın inkişafı, hətta biz bir çıxışlarımızda buna vaxt ayırmışdıq, zaman ayırmışdıq. Əgər uşaq valideynlə bir yerdə, məsələn, televizor qarşısında, planşet qarşısında, telefon
telefon qarşısında öyrədici bir videoya baxırsa və bu zaman valideyn orada iştirak edirsə, valideyn hansısa bir öyrədici videoları uşağa çatdırırsa, məsələn, ətraf aləmlə bağlıdır və yaxud da ki, bədii təfəkkürün inkişafı ilə əlaqəlidir, bu zaman onun tənqidi təfəkkürünə müsbət təsiri göstərir. Məsələn, hansısa bir videonu izləyirik və bu zaman uşağı suallar yönləndirilir. Ağac hansı rəngdədir? Yaşıl rəngdədir. Nə vaxt ağacların yarpağı yaşıl rəngdə olur? Nə üçün ağacların yarpağı yaşıl rəngdədir? Və yaxud da ki, başqa hansı rəngdə ola bilər? Uşaq bizə sual yönləndirsə ki, sarı, qəhvəyi, narıncı rəngdə hansı fəsildir? Burada bizim analitik bacarıqlarımız, analiz etmək bacarıqlarımız inkişaf edir və bu zaman biz tənqidi təfəkkürün inkişafından söhbət edə bilərik. Amma uşaq saatlarla televizor qarşısında və yaxud telefon qarşısında zaman keçirir, amma orada lazım olan informasiyanı almır. Bu zaman tənqidi təfəkkürün inkişafından söhbət gedə bilməz. Ona görə texnologiyaların inkişafı uşaqların inkişafına müsbət və mənfi təsir göstərə bilir. Burada həm müsbət tərəflər var, mənfi tərəflər var. Sadəcə dəyərləndirmədən çox asılıdır. Çox sağ olun. Uşaqlarda nəyə görə belə fikirləşirsən kimi suallar vermək nə dərəcədə təsirli olur və bunun tənqidi düşüncəyə, təfəkkürə təsiri necədir? Bu çox önəmlidir. Nə üçün belə düşünürsən? Burada tənqidi təfəkkürün inkişafı çox önəmlidir. Uşaq analiz etmək bacarığını inkişaf elətdirir. Düşünür ki, niyə üçün belə düşünürsən? Bəlkə uşağın elə bir maraqlı fikri var ki, heç həmin valideyn o zaman o sualı verəndə onu düşünmür və yaxud tərbiyəçimi, məktəbdə müəllimmi. Bu zaman uşaq artıq düşünməyə çalışır. Bayaq qeyd etdiyim kimi, nə üçün ağacların yarpağı sarı rəngdədir? Uşaq fikirləşir ki, payız fəsli olduğu üçün payızda yarpaqlar olur sarı, qəhvəyi rəngdə. Mən məktəbə qədər təhsil müəssisəsi üzərindən danışıram. Və belə nə üçün belə düşünürsən, uşaqda tənqidi təfəkkürün inkişafının əsasını qoyulur. Əgər biz uşağında tənqidi təfəkkürü inkişaf etdirmək istəyiriksə, biz bu zaman nə üçün belə düşünürsən? Səncə niyə belədir? Sən olsan nə edərsən? Bəs məhz bu suallar tənqidi təfəkkürün əsasını qoyur. Çox əfsuslar olsun ki, tənqidi təfəkkürü düzgün inkişaf etdirməyəndə, ümumiyyətlə tənqidi təfəkkür uşaqda olmayanda özgüvənsizlik hissi yaranır uşaqlarımızda. Daha çox manipulyasiyaya məruz qalırlar. Öz fikirləri olmur. Gələcəkdə mən hər çıxışımda bunu qeyd edirəm dəfələrlə, yararlı şəxsiyyətin yetişməsində, böyüməsində belə deyim bir baryer olaraq artıq o qapalı olur. Çünki artıq uşaq analiz etməyə bacarığına malik deyil. Biz məşğələləri keçərkən mən hər zaman müəllimələrə deyirəm, biz nə etməliyik? Sual veririk, fincan, nə üçün bizə lazımdır? Və yaxud da ki, geyim haqqında məlumat keçiriksə, məsələn, nə üçün qışda papaq taxırıq? Bu uşaqda analitik bacarıqları inkişaf elətdirir. Valideyn, uşaq, müəllim üçbucağında hansı yanlış yanaşmalar uşağın tənqidi düşünmə potensialını zəiflədir? Ən əsas məqam empatinin qurulmamasıdır. Əgər valideynlə tərbiyəçi qarşılıqlı bir-birini anlamırlarsa, tənqidi təfəkkürün inkişafına mənfi təsir göstərir. İlk mənfiliyi ondan ibarətdir ki, uşaqda davranış pozuntusuna gətirib çıxarıla bilər. Çünki empati qurmaq çox önəmlidir burada. Valideyni anlamaq, uşağı anlamaq. Elə situasiyalar var ki, onlar bizdən asılı deyil. Biz onları idarə edə bilmirik. O zamanı sadəcə anlamalıyıq. O da uşağın tənqidi təfəkkürünə mənfi. Əgər bir nüans uşağın inkişafına mənfi təsir göstərirsə, biz burada mütləq qarşılıqlı anlamalıyıq. Anlamırıqsa, əlbəttə ki, çox böyük səbəbləri var və bunun altında çox dərin izlər var. Əslində, çox səthi yanaşırıq bəzən. Deyimlərdə də uşaq da. Əslində, hər dəfə bunu qeyd edirik. Dəfələrlə bunu deyirik ki, 0, 3, 3, 6, 80% intellektin əsası qoyulur, analitik bacarıqların əsası qoyulur və bəzən valideyn bunu başa düşmür. Hətta çox zaman nə ilə üzləşirik? Uşaq da hələ böyüsün, oxuyacaq. Amma hər yaş dövrünün özünün öyrənməli olduğu bir proqram var, bir alqoritma var. Valideyn bizi başa düşmürsə, biz necə edirik bu zaman? Biz öz təlimimizi davam edirik. Sadəcə, necə deyim, işimizi necə görməliyiksə elə görürük. Zamanla valideyn də artıq görəndə ki, bizim etdiklərimizin nəticəsi var, o zamanla bizim tərəfə keçə bilər. Biz öz qaydalarımızı deməklə ki, siz bunu etməlisiniz, o valideyn bizi heç vaxt dinləməyəcək. Yalnız bizim işimiz, bizim göstəricimiz olacaq. Çox sağ olun. Hekayə müzakirələri zamanı uşaqların fərqli baxış bucaqlarını anlamaları üçün hansı istiqamətləndirici suallar verirsiniz?
Məsələn, hansısa bir hekayəni oxumuşuq, belə deyim, Turpun nağılıdır, Qırmızı papaqdır. Orda müxtəlif suallar veririk. Sizcə qırmızı papaq düz etdimi? Qırmızı papaq canavarla söhbət etməli idimi? Qırmızı papaq niyə canavarın sözünə qulaq asdı? Sizcə düz etdimi? Burada belə deyim də, mən konkret bir sual burada yoxdur. Nə üçün belə oldu? Sizcə bunu belə edərdinizmi? Mövzudan asılı olaraq sual qoyuluşları dəyişir və bu analitik bacarıqların inkişafına gətirib çıxarır. Və yaxud da ki, Turpun nağılı üzərindən danışa bilərik və yaxud ətraf aləmdəki hansı bir mövzu üzərindən biz bunu müzakirə edə bilərik. Və bu Fatma xanım çox zaman tərbiyəçilərin üzərinə düşür. Analitik bacarıqlardır, tənqidi təfəkkürün inkişafıdır. Əsası ailədə qoyulursa, qoyulmayıbsa da tərbiyəçi olaraq bağçada biz bunu davam etməliyik. Əgər bir valideyn övladına sual vermirsə, o demək deyil ki, bu uşaqda tənqidi təfəkkür inkişaf etməyəcək. Bəlkə bu uşağın o qədər gözəl analitika qabiliyyəti var, analiz sintez etmə qabiliyyəti var. Sadəcə 3 yaşına qədər ailədə bu aşılanmayıb. Biz bunu bir tərbiyəçi olaraq öhdəliyimiz var. Biz bunu dəyişdirə bilərik. Biz o uşağın həyata baxışını dəyişdirə bilərik. Amma məntiqi sualların verilməyidir. Məntiqdir, mən hər zaman deyirəm. Məntiq sonradan yaranan bir şey deyil. Uşaq məntiqdən doğulur. Burada genetik faktorlar çox əsasdır. Çünki bir uşağın genetikasında məntiq varsa, mən hər zaman deyirəm, hansısa bir məntiq testlərini edərək, biz əzbərləyərək nəyisə edə bilərik. Amma uşağın məntiqini inkişaf elətdirə bilmərik. Məntiq genlərdən asılı olan bir məfhumdur. Ona görə biz əgər məntiqi inkişaf elətdirmək istəyiriksə, bəzən deyirlər, məntiqini inkişaf etdirdik. Məntiqini inkişaf elətdirdik deyə bir şey yoxdur. Məntiq ya var, ya yoxdur. Amma analitika qabiliyyətidir, sintezdə, analizdə hansısa bir situasiya münasibət bildirməkdir. Bunu biz edə bilərik. Bizlər, sizlər, məktəbdə müəllimlər, əgər ailə bunu etmirsə, o demək deyil ki, uşaqda bu inkişaf etməyəcək. Onu bizlər edəcəyik. Çox sağ olun. Fəaliyyətlərinizdə hansı oyunlar tənqidi təfəkkürü daha çox inkişaf etdirir? Tənqidi təfəkkürün inkişafı üçün ən çox didaktik oyunların əvəz olunmaz rolu var. Məsələn, biz didaktik oyun oynayırıq, artıq əşyanı tap. Məsələn, artıq əşyanı tap, orada bir nəqliyyat növüdür, maşındırmı, təyyarədirmi? Biz bu zaman uşaqlara bolluca sual verməliyik, çox sual verməliyik. Bu maşın təkərləri hansı həndəsi fiqura oxşuyur? Maşının təkərləri hansı rəngdədir? Və yaxud da qara rəngdə nə olur? Dairə formasında bu sualları verdikcə biz tənqidi təfəkkürü inkişaf edirik. Tənqidi təfəkkürdə əsas analitik bacarıqların inkişafı nəzərdə tutulur və bu zaman biz uşaqdan istədiyimiz nəticəni alırıq. Məsələn, sual verə bilərik ki, günəş qırmızı olur, hə uşaqlar? Bu zaman uşaqlarda analitik bacarıqlarını inkişaf edirik. Fikir veririk ki, uşaqlar deyir, xeyr, günəş sarı rəngdə olur və bu zaman yönləndiririk. Sarı rəngdə daha nə başqa ola bilər? Məsələn, başqa nə sarı rəngdədir? Və yaxud otaqda sarı rəngdə nə görürsüz? Bu uşaqda artıq analitika, analiz, sintez etmə bacarıqlarını inkişaf elətdirir. Çox sağ olun. Sizcə evdə valideynlərin uşaqların qərarlarına müdaxilə etməsi tənqidi təfəkkür bacarığını gücləndirir yoxsa zəiflədir? Fatma xanım, mənə çox maraqlıdır bir tələbə dilindən bunu eşitmək. Sizcə, əgər bir valideyn uşağın fikirlərinə hörmətlə yanaşmırsa, sərhədləri bəlli etmirsə, sizcə mənfi təsir edər yoxsa müsbət? Məncə zəiflədə bilər bu. Baxın, orada bir çox səbəblər var və getdikcə o dərinləşir. Əgər bir uşağın belə deyim, hüquqlarına hörmət olunmursa, uşağın fikirlərinə hörmət olunmursa, burada çox dərin izlər buraxır valideyn. Uşaqda özgüvənsizlik hissi yaranır. Uşaqda tənqidi təfəkkürün inkişafına ümumiyyətlə söhbət gedə bilməz. Uşaq ən əsas bilirsiniz nə vaxt bilinəcək? O uşaq piştaxtanın qarşısında dayanacaq və seçim edə bilməyəcək. Adi həmin, baxın, tənqidi təfəkkürü gözəl inkişaf etmiş bir uşaq və tənqidi təfəkkürü ümumiyyətlə olmamış uşağı biz müqayisə edə bilərik oyuncaq mağazasında. O uşaq qərarsız olacaq. O mağazanın rəflərinin qarşısında dayanacaq və seçim edə bilməyəcək. Bilməyəcək hansını yəni özünə alsın. Və yaxud da ki, hər hansı bir mağazaya gedib özünə geyim almaq istəyir gələcəkdə. Bunun o qədər dərin izləri var. Biz bəzən valideynlərlə danışanda qeyd edirik ki, hörmətli valideynlər, uşaqların fikrinə hörmət qoyun. Hətta bəlkə siz onu dinləməyəcəksiniz, siz onun dediyini etməyəcəksiniz. Sadəcə dinləyin. Məsələn, sən olsaydın hansını seçərdin? Sənə görə hansı daha qəşəngdir? Bu o qədər uşaqlar, yəni sən dəyərlisən hissini verir. Baxın, bugün cəmiyyət olaraq hər çıxışlarımda deyirəm, bəlkə də təkrarçılıq kimi çıxacaq. Davranış pozuntusu nəyin səbəbidir? Tənqidi təfəkkürümüz düzgün
düzgün inkişaf eləməyib. Artıq davranış pozuntusu və eyni zamanda aqressiyaya gətirib çıxarıb. Məktəblərə baxanda o acınacaqlı bir uşaqların taleyini görmək orada görmək olur və kütlə olaraq, cəmiyyət olaraq hamımız şikayət edirik, amma günahkarı axtarmırıq. Günahkarlar özümüzük. Əgər biz kiçik yaşlı bir övladımızda tənqidi təfəkkürü inkişaf etmiriksə, ona seçim haqqını vermiriksə, onda hansı tənqidi təfəkkürdən söhbət gedə bilər? Düzdür, sərhədlər bəlli etməliyik. Mən həmişə deyirəm, çox sərbəstlik, çox azadlıq da düzgün olan bir şey deyil. Müəyyən bir sərhədlər qarşısında olmalıdır. Yəni övlad da sərhədlərini bilməlidir. Valideyn də sərhədlərini bilməlidir ki, bu cizgidən o tərəfə keçmək olmaz. Ümumiyyətlə tərbiyə mövzusu o qədər geniş bir mövzudur ki, biz tənqidi təfəkkür onun sadəcə bir hissəsidir. Və valideynlərin baxışları fərqlidir, ailələr fərqlidir. Burada ailələrə görə, ata-ananın münasibətinə görə, uşağın bağçadakı münasibətinə görə, oradakı müəllimlərin peşəkarlığına görə dəyişə bilər və hər bir uşaq fərqli olduğuna görə biz onlara fərqli yanaşmalıyıq. Bizim asosial uşaqlarımız var. Sizcə biz o uşaqlarda tənqidi təfəkkürü inkişaf etmək üçün necə baryerlər aşmalıyıq? Birinci sosiallaşdırmalıyıq, güvən hissini formalaşdırmalıyıq. Ümumiyyətlə uşaq mövzusu çox geniş mövzudur düşünürəm və biz bu mövzulara səthi də yanaşmamalıyıq. Həqiqətən də narahat olan məqamlar çox var. Düşünürəm valideynlər bu məfhumlar haqqında məlumatlı olsalar çox gözəl olar. Mən sizin dediyiniz bir fikirdən yola çıxmaq istəyirəm ki, hansı ki seçim azadlığından danışdınız, valideynlərin uşaqlara seçim azadlığı verməsindən. Bu fikrinizdən tam olaraq razıyam. Çünki valideynlər uşaqlara seçim azadlığı versələr, gələcəkdə onların problemli şəxsiyyət olaraq formalaşdırmasının qarşısını ala bilərlər. Əgər seçim azadlığı verməsə, bunun nəticəsində həyati bir qərar alanda, önəmli bir qərar alanda hər zaman onlar xaricdən, insanlardan, kimdənsə təsdiq gözləyən bir insanlara, şəxsiyyətə çevrilmiş olacaqlar. Ona görə hər bir valideyn uşağa seçim azadlığı verməlidir, öz qərarlarını verəndə ona hörmət eləməlidir. Sizcə baxın Fatma xanım, gəncsiniz də, düzdürmü? Sizcə bəli, tənqidi təfəkkürün inkişafı üçün bizim yetərli valideynlərimiz var, hansı ki övladlarının fikirlərini hörmət edirlər, amma bir o qədər də övladının fikrini hörmət etməyən valideynlərimiz də var. Baxın, bir cəmiyyətdə təhsil alırsınız, qrup yoldaşlarınız var, ətrafınızda insanlar var. Sizcə bizdə tənqidi təfəkkür nə dərəcədə inkişaf edib? Hal-hazırdakı durumu bir müqayisə etsək. Mənə görə bizdə tənqidi təfəkkür biraz çox zəif inkişaf edib və bu bəlli olur cəmiyyətin bu dəfəki durumundan. Çox xahiş edirəm, heç kim mənim bu fikrimi bir mənalı qarşılamasın. Çünki həqiqətən də valideynlər üçün çox önəmli işləridir və telefonlardır. Uşaqlarda ümumiyyətlə uşaq dünyaya gəlir, hansı hissləri keçirəcək, hansı problemlərlə üzləşəcək. Bir çox valideynlərimiz bundan məlumatsızdırlar. Düzdür, mən burada digər valideynlərin haqqına girmək istəmirəm. Yetərli valideynlərimiz də var ki, övladları ilə maraqlanırlar, övladlarının inkişafı onlar üçün çox önəmlidir. Mən onların haqlarına girmək istəmirəm. Amma bir o qədər də övladlarının taleyi maraqlı olmayan valideynlərimiz də var. Buradan bir tələbi olaraq necə səslənmək istəyirdiniz? Nə deyərdiniz həmin valideynlərə? Bax, gələcəyin tərbiyəçisi olacaqsınız, düzdürmü? Bəli. Bu cür valideynlərlə qarşılaşdıqda nə edərdiniz? Yəni uşaqlara seçim azadlığı verməyən, onların fikirlərinə hörmət etməyən mübarizə apardınız, bəli, mübarizə apararsınız. Əlbəttə mübarizə apararam. Çünki sizin burada qeyd etdiyiniz kimi, burada bizim işimiz uşaqlarlandır. Bizim üçün önəmli olan uşaqlardır, onun inkişafıdır, onun tənqidi təfəkkürünün inkişafıdır. Ona görə sizin dediyiniz kimi biz öz yolumuzda gedərdik. Yəni valideynə müdaxilə etməzdim. Çünki valideynin düşüncəsi budur və bu yaşa qədər bu fikirdən inkişaf eləyib, böyüyübsə, onun fikrini dəyişdirə bilmərəm. Onun fikrinə hörmətlə yanaşardım və mən sadəcə uşağa fokuslanardım. Əlbəttə ki, ən azından zərrə də faydamız olsa, nə xoş bizə. Evet. Fatma xanım, çox xoş oldu sizinlə söhbət etmək. Bu dəfəki podkast biraz fərqli oldu. Həmişə sualları yönləndirən mənəm, bu dəfə siz mənə yönləndirdiniz. Çünki hər dəfə qeyd edirəm ki, ümumiyyətlə iş təcrübəmdə də tərbiyəçilərə, yeni təcrübəsi olmayan tərbiyəçilərə, tələbələrə hər daim dəstək olmuşam. Dəstək olmaya da davam edəcəm. Düşünürəm ki, bugünkü çıxış çox maraqlı idi. Dinlədiyiniz üçün çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm dəyərli məlumatınıza görə və dəvət etdiyinizə görə. Siz sağ olun.